Şəkinin Başşabalıd kəndini şəhərlə birləşdirən körpü qəzalı vəziyyətdədir. Sakinlər deyir ki, əgər çaya yenidən güclü sel gələrsə, bu keçici də yuyub aparacaq. Belə olan halda isə kəndin şəhərlə əlaqəsi tamamilə kəsiləcək. ...2015-ci ildə salınan və 4 il müddətində sakinlərə xidmət edən körpü Quruçaya sel gəlməsi nəticəsində tamamilə dağılıb və bir neçə il sakinlər burada xeyli əziyyət çəkiblər. Hazırda çay üzərində müvəqqəti körpü, yəni keçid körpü salınsa da bu da müvəqqəti xarakter daşıyır. Quruçay üzərində olan körpünün bir hissəsini sel suları yuyub aparıb. Elə bundan sonra körpü üzərində gediş-gəliş çətinləşib. Payız və qış aylarında vəziyyət daha da acınacaqlı olur. Sakinlərin sözlərinə görə çay üzərində müvəqqəti salınan keçidi su yuduqda çayın bir tərəfindən digər tərəfinə keçmək mümkün olmur. Turba salıblar, görürsünüz də, gördüyünüz kimi. Onda su gələn kimi götürüb qavana farklı tərəfə tıxıyır. Keçmə axıda olmur. Aprel-may aylarında sel olur, bir də oktyabr-noyabr aylarında daşqın olur. Bir dənə balaca körpü qoyublar, burada keçid qoyublar, keçmişdən. Bu körpüdə sel gələn kimi ağzı tutulur, balaca ağac-uğaçda olur, keçmək olmur. Sel gələndə buldozerlər zat açır yolu, turba qoyurlar sayazada. Yəni zulumdur da, bir-iki gün bəlkə də keçməyən günlər olur. Məsələ ilə bağlı Başşabalıd kəndinin də daxil olduğu Başgöyünlük kənd bələdiyyəsindən bildirildi ki, bir ay hakimdə burada iclasa gələndə məsələ qaldırdılar ki, bu körpü bərpa olunması barədə. Onlar da söz verdilər ki, yaxın vaxtlarda olunasıdır. Bir də bələdiyyə kimi imkan dairəsində bu çayın yatağınızda vaxtında təmizləyirik ki, yolda olsa dağılmasın. Yolun qorunmasını saxlayırıq burada. Amma aidiyyatı qurumlar tərəfindən də bizə bildiriblər ki, bu il ərzində bir körpü bərpa olunmalıdır. Qeyd edək ki, Başşabalıd kəndində yaşayan 1000 nəfər sakin Şəki şəhərinə və qonşu Başgöyünlük kəndinə getmək üçün Quruçay üzərində olan bu keçiddən istifadə etmək məcburiyyətindədirlər. İlkin Piranov, Fidan Səfər, Spayız xəbəri Şəki.